Salam mənim kanalımın seyirciləri. Həqiqətdə əslində yorğunam, bu temada danışmaq da heç istəməzdim. Özümə dincəlməyə vaxt ayırmaq istəyərdim. Bu kommersiya məqsədi ilə çəkilmiş video deyil. Mənim kommersiya məqsədi ilə çəkilmiş yetərincə videom var. Yəni mübahisə getdi deyə bu haqda danışmaq istəyirəm. Deyir ki, hər bir insan Allah Taala öz ailəsinə, əzizlərinə yetərincədən əlavə 5 manat, 3 manat yetirir, ruzi göndərir. Ələxüsus əli, ayağı, ağlı başında olan kişi xeylaqına. İndi qadın xeylaqları da var, yetərincə pul qazanır. Amma mən kişilərdən söhbət edirəm. Və bu onun öz şəxsi işidir ki, gedər bara, nə bilim, disko kluba filan kef eləyər o pula və yaxud da ki, yanında Hacı Nuran kimi selfie çəkdirməmək şərti ilə sakitcə gedər insanların yaddan çıxartdığı bir qapını açar. Gücü çatandan bir qurtum su kömək eləyər kiməsə. Bu onun hər birinin öz işi, öz şəxsi işi. Heç birinə qarşı deyə bilmərsən ki, mühakimə eləyə bilmərsən ki, sən niyə görə disko bara gedmirsən, kayfavat eləyirsən, ancaq orada kimsə acından ölür, kimsəsizlik qapısına. Özü bilər, sən də özün bilərsən. Əgər bu mübahisəyə mənim şəxsi fikrimi soruşursunuzsa, bu gedib kimsəsizin, imkansızın 50'nin qapısını açıb yanında selfie çəkdirməyən adam həmən o bardan, kayfdan, diskotekadan çox yüksəkdədir. Çox yüksəkdədir. İstəyir mənəvi olsun, istəyir maddi olsun. Ya adam cavanlığında filan o kayfların hamısını görüb, həyatı dərk edib, başa düşür ki, gedib nə qədər sağdır, heç cənnəti, cəhənnəmi düşünmədən, nə qədər əli ayağı yerindədir, Allah buna fürsət verib, bu da getsin kiminsə qapısını gizlicə açsın, ya da heç cavanlığında filan o kayfı filanı eləməyib, sadəcə bu mənlə o qədər güclü adamdır ki, bunun elə şeylərə ehtiyacı yoxdur. Yəni, bu ruhan, qəlbən o şeydən ləzzət alır ki, kiməsə o qaranquş dimdiyində su gətirdiyi kimi kömək elədiyi qədər köməkdən belə ləzzət alsın. Mənim öz şəxsi fikrimi soruşsaz, əlbəttə ki, %100 mən də ikincilər tərəfiyəm. Sakit, gizlincə, reklam olmadan, yanında selfie çəkdirmədən cəmiyyətin yaddan çıxartdığı bir insanın qapısını açmaq. Bu qədər.